Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Bakı Xoreografiya Akademiyasının birgə layihəsi olan El bilir ki, sən mənimsən adlı tədbir keçirilib. Biz Səməd Vurğunun Azərbaycan poemasını götürüb, onu parçalayıb, onun arasına müxtəlif ümummilli liderimizə həsr olunmuş şeirləri salmışıq və onun sevdiyi musiqilər, səslənəcək gözəl rəqslər olacaq tədbirdə. Heydər Əliyevin özünün söylədiyi bənd səslənəcək ki, El bilir ki, sən mənimsən və ona görə də elə tədbirin adını El bilir ki, sən mənimsən qoymuşuq. Bu iki məna daşıyır. Həm şeirin adı, poemanın adı, həm də bütün dünya bilir ki, bizim Heydər Əliyev kimi böyük şəxsiyyətimiz olub, var və olacaq. Bugünkü tədbir məhz Heydər Əliyevin sevdiyi musiqilərə rəqslər qurulub. Rəqslərin bədii rəhbəri bizim tədris işləri üzrə prorektor, Respublikanın əməkdar artisti, rektor və vəzifəsini müvəqqəti icra edən Nailə xanım Məmmədzadədir. Və böyük bir iş görülüb, yəni həm müəllimlər tərəfindən, həm tələbələr tərəfindən. Biz hardasa keçən il aprel ayından hazırlaşırıq və bugün mənə elə gəlir ki, tamaşaçılar həm rəqsləri, həm ümumi Nicat müəllimin qurduğu, belə deyim, bu gözəl tamaşanı bəyənəcək və bu xatirələrində qalacaq mütləq. Qeyd edək ki, rejissoru əməkdar artist Nicat Kazımov olan tədbirdə teatrın 55 aktyoru, Bakı Xoreografiya Məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edib. Həmçinin qeyd etmək istərdik ki, teatrda bir sıra görkəmli şairlərimizin şeirlərindən və bəstəkarlarımızın bəstələrindən istifadə olunub.